Bu əlamətdarlıq süni təsis edilmiş bayramla deyil, məxsusi bayramla, Allahın anaya bəxş etdiyi əvəzsiz bayramla əlaqədardır. Bugün oğlumun doğum günüdür. Körpəlikdən onu əzizlədiyim sözləri söyləyəcəm burada. Axı, övlad ana üçün hər yaşda uşaqdır. Gözümün nuru, başımın tacı, dərdim əlacı, qolumun qüvvəti, dizimin taqəti, canım, gözüm, hər bir sözüm, oğul nəvə, köşək dəvə. Bir də bəzi nəsihətlər vermək istəyirəm. Bilirəm, oğlum məni qınayacaq. Deyəcək ki, yenə nəsihət. Odur ki, Luqmanın öz oğluna nəsihət verməsini xatırladıram. Rəvayətə görə Luqman öz oğluna nəsihət verməyə başlarkən yanına bir xardal torbası qoyur. Hər nəsihət verdikcə torbadan bir xardal dənəsi çıxarır. O qədər nəsihət edir ki, nəhayət xardallar tükənir. Bu zaman o oğluna deyir: "Ey oğlum, sənə o qədər nəsihət etdim ki, əgər bu nəsihətlər bir dağa verilsəydi, dağ yarılar, parça-parça olardı. Qoy oğlum da məni qınamasın." Luqmanın nəsihətlərinə keçməzdən əvvəl müasir həyatla bağlı öz nəsihətlərimi vermək istəyirəm. Oğlum, dünyamız insanı öz dünyasından ayıran, beləliklə dayazlaşdıran, ucuzlaşdıran cəhətlərlə doludur. Onlara uyma. Onların çoxu insanı qəflətdə saxlamaq, beləliklə kölə edərək azadlığını əlindən almaq üçün düşünülüb. Çünki azad insanı idarə etmək, ona ağalıq eləmək çətindir, mümkünsüzdür. Oğlum, Allah bizi azad və sərbəst yaradıb. Bu azadlığını kimlərinsə mənfəət, qazanc, yaxud ağalıq iddialarına qurban vermə. Oğlum, öz uşaqlıq arzularından əl çəkmə. Onların dalınca get, bacardığın qədər. Çünki saf uşaq qəlbi daha azad, daha sərbəst olur və insana nə lazım olduğunu bilir. Bugününə dəyər vermək üçün tez-tez yeniyetmə dövründən üzü bəri bax. Gör, o oğlan bu adam olmaq istərdimi? Oğlum, həmişə imanının kamilləşməsi yolunda çalış. Biliyini artır. Çünki həyat irəli gedir. Yerində dayanmaq, geri getmək deməkdir. İndi də Luqmanın oğluna nəsihətlərindən bəziləri. Yeri gəlmişkən, Luqmanın adı peyğəmbərlərin adları cərgəsində gedir. Lakin onun peyğəmbər olması haqqında ixtilaflar var. Təfsirçilərin yazdığına görə o, peyğəmbər dərəcəsinə çatmış bir şəxs olub. Allah Teala ona peyğəmbərlik təklif edib. Həm də bu təklifi qəbul etmək könüllü olub. Luqman bu işin nə qədər məsuliyyətli və ağır olduğunu bildiyi üçün onu qəbul etməyib. Luqmanı həm də həkim, yəni hikmət sahibi də deyirlər. O, özünə munis tapmadığı üçün evdə oturub təkcə öz oğlu ilə həmsöhbət olarmış. Ona öz bildiyi elmləri təlim edərmiş. Oğlum, sən ana qarnından çıxan vaxtdan arxana dünyaya, üzünü axirətə çevirmisən. Sən hər gün öz arxanı çevirdiyin tərəfə nisbətən üzünü çevirdiyin tərəfə daha yaxın olursan. Odur ki, üzünü çevirdiyin tərəf üçün tədarükü artır. Sənə tapşırıram ki, Allahdan qorx. Bu, ən mənfəətli ticarətdir. Sənə tapşırıram mövizəni. O, aqil kəslərin yanında baldan şirindir.
Lakin səfih kəslərin yanında qoca kişinin dağa qalxmasından da çətindir. Oyun və əyləncələrə qulaq asma ki, onlar sənə axirəti unutdurar. Oğlum, bil ki, qiyamət günündə Allahın hüzurunda səndən 4 məsələ barəsində soruşulacaq. Cavanlığını hansı yolda keçirmisən? Ömrünü nəyə sərf etmisən? Mal dövlətini hardan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş. Oğlum, bilmədiyin şeyi alimlərdən öyrən, bildiyin şeyi isə xalqa öyrət. Onda sən də mələkut aləmində zikr olunarsan. Oğlum, öz əlində olana qani olan kəs, xalqın ən varlı adamı, gözü xalqın əlində olan kəs isə xalqın ən kasıbıdır. Hər bir işdə Allaha təvəkkül et ki, o sənə kifayət edər. Bilmədiyin şeyi demə. Oğlum, özünə xoş olan şeyi xalqa da xoşla. Özünə xoş olmayanı onlara da xoşlama. Cəhd elə ki, bugün sənə dünəndən yaxşı olsun. Sabah isə bugündən yaxşı olsun. Çünki hər kəsin 2 günü bərabər olsa, o kəs ziyan çəkmişdi. Hər kəsin bugünü dünəndən pisdirsə, o kəs məlundur. Allah Teala sənə nə qismət edibsə, ona razı ol. Oğlum, bu təbrikim sən öz oğluna bu nəsihətləri verəcəyin günə qədər gündəmdə qalacaq, aktual olacaq. Sənə onlardan bəhrələnməyi arzu edirəm.